Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Nə böyük bir sözdür bu. Təsəvvür eləyə bilirsiniz, bir qadın olsun ki, qardaşlarını gözünün qarşısında şəhid eləsinlər. 7 qardaş. 7 qardaşını, özü də ki, nə kimi qardaşlar? Biri Allahın yer üzərində hüccəti, digərləri fəzilətdə misilsiz, bərabəri olmayan, bu kimi qardaşları gözünün qarşısında şəhid eləsinlər. Qardaşı balalarını gözünün qarşısında şəhid eləsinlər. Amma axırda gəlib desin ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. İnanın ki, bəşər acizdir bunu şərh etməyə. Çünki bilirsiniz niyə acizdir? Çünki insan gərək xanım Zeynəbin baxışdığı prizmadan dünyaya baxa bilsin ki, bu cümləni başa düşsün. Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mənəvi dəyər proqramını izləyirsiniz 114 TV-nin efirində. İnşallah ki, hər gününüz xeyirli olar, gələn günləriniz xeyirli olar. Bugünkü proqramımız da inşallah bizə faydalı və xeyirli olar. İslam dininə görə dünyaya baxış tərzimiz necə olmalıdır? Bu barədə söhbətimiz olacaq. Həm söhbətim dəyərli qonağın Pirallahı rayon Qəsəbə məscidinin imam mavini Elvin Rəcəbovdur. Elvin müəllim salamlayıram, xoş gəlmisiniz. Aleyküm salam, çox sağ olun Nazır, Allah razı olsun, xoş gördük. Allah razı olsun, sizdən də zəhmət çəkib gəlmisiniz, dəvətimizi qəbul etmisiniz. Maraqlı bir mövzudur, elə deyilmi? Bəli. Dünyaya baxış tərzimiz necə olmalıdır? Müxtəlif baxış tərzləri var da insanlarda. Amma İslam bizə nə deyir, dinimiz bizə nə deyir, Quranımız bizə nə deyir, Əhl-i Beytimiz bizə nə deyir, necə baxmalıyıq bu dünyaya, hansı pəncərədən baxmalıyıq, belə deyək. Buyurun, söz sizdə. Mən də əvvəla bizi izləyən izləyiciləri salamlayıram və sizə bu gözəl verilişə dəvət etdiyinizə görə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun. Ümumiyyətlə, insanın dünyaya baxış tərzi onun həyatına, həyatının keyfiyyətinə mütləq şəkildə öz təsirini göstərir. Yəni, bu qədər əhəmiyyətlidir. Bəli, bu qədər əhəmiyyətlidir. İnsanın dünyadakı həyatın situasiyalarına, dinə, dini məsələlərə bəzən yanlış baxış tərzi olur ki, həyatını çətinləşdirir. İnsan əgər baxış tərzini dəyişsə, həyatını dəyişə bilər. Həyatı daha rahat olar. Bəzən görmüsünüz, psixoloji testlər göstərirlər, bir şəkil göstərirlər, deyirlər, burada nə görürsünüz? Bir şəxs baxır, burada başqa bir canlı görür, bir şəxs baxır, burada başqa bir şey görür. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, bu insanların daxili aləmindən xəbər verir ki, dünyaya necə baxırlar. Bəlkə də eşitmişsiniz, Həzrəti İsa deyir, bir gün həvariləri ilə yol gedirdi, yolda bir it ölüsü ilə rastlaşdılar. Onun yanından keçərkən insanlar burunlarını tutub, üzlərini turşudub, ikrah hissi ilə keçirdilər. Uzaqlaşırdılar, bəli. Amma Həzrət İsa o itin yanından keçəndə baxdı, dedi ki, ilahi, bunun nə gözəl dişləri var, bunun dişlərini nə gözəl xəlq eləmişsən. Hətta təbəssüm edir. Hətta təbəssüm elədi. Siz elə bilirsiniz ki, Həzrət İsa bunu obrazlı şəkildə elədi, özü bilərəkdən elədi. Yox, Həzrət İsa o qədər hadisələrin içində gözəllik görmüşdü ki, o qədər öz baxış tərzini şəffaflaşdırmışdı ki, hər bir şeyin içində, hətta burada belə bir gözəlliyi tapa bildi. Ona görə də insan üçün çox mühümdür öz baxış tərzini düzəltmək. Dini məsələlərdə də belədir, dini məsələlərə yanaşmada da belədir. Baxırsan ki, bir dindar dinə yalnız əhkamı tərəfdən yanaşır. Ancaq ən çox hökmlərə meyillənir, hökmlərlə. Çünki niyə? Baxsaz həmin şəxsin xarakteri belədir. Dünyada da hər bir şeyi qanuni çərçivədən baxır, o prizmadan baxır. Amma başqa bir dindarsa, daha çox dinin əxlaqi tərəfinə meyillənir, əxlaqi tərəfdən dinə yanaşır. Baxırsınız, din birdir. Amma dindarlar eynidirmi? Yox, dindarlar fərqlidir. Çünki niyə? Baxış tərzləri fərqlidir, xarakterləri fərqlidir. Dünyaya necə baxırlarsa, dinə də elə yanaşırlar. Biri görsən irfani cəhətinə bax, irfana meyillidir, biri fəlsəfəyə. Ümumiyyətlə, həqiqətən də müxtəlif baxış tərzləri var. Buyurun, danışın. Hətta yaşlı nəsillə gənc nəsil arasında da fərq var dinə yanaşmada. Yaşlı nəsil adətən mühafizəkar olur dini məsələlərdə, dini məsələlərə mühafizəkar yanaşır. Amma gənc nəsil necə yanaşır? Daha çox intellektual, rasional, araşdırmacı bir kimliklə yaxınlaşır dinə.
Bu hamısı insanın xarakterinin dinə yansımasından, baxış tərzindən xəbər verir. Bir şeydə diqqətinizə istəyirəm istisna olaraq bildirim ki, insan çalışmalıdır ki, onun xarakteri öz dindarlığına təsir göstərməsin. Əksinə din onun xarakterinə təsir göstərsin. Baxırsan bir şəxs həyatda necə səbirsizdirsə, dinə gələndən sonra da səbirsiz bir dindara çevrilir. Amma əslində dini özünə əsas alsa, din onun xarakterinə təsir göstərər. Bu ictimai həyatımızda da belədir. İctimai həyatımızda da bunu görə bilərik. Baxırsınız ki, bir nəfər ya maşın alır, ya nəsə bir bahalı bir ev alır. Bir qonşusu, qohumu deyir ki, Allah bilir bunu nə ilə alıb? Hansı aramçılıqlara əl atıb ki, bu cür özünə var-dövlət yığıb? Amma digər bir qonşusu isə baxır deyir ki, maşallah halal olsun, gör necə zəhmət çəkib, əziyyət çəkib, bu cür bir var-dövlət əldə eləyib, bu cür bir şey əldə eləyib. Baxırsınız ki, eyni şəxsə qarşı, eyni hadisəyə qarşı, eyni situasiyaya qarşı iki fərqli baxış. Bu nədən xəbər verir? İki insanın fərqli baxışından xəbər verir. İnsanın bəzən qəlbi, necə ki insanın eynəyi tozlanır, ətrafı şəffaf görə bilmir, insanın qəlbi də bəzən mənəvi xəstəliklərdən o qədər tozlanır ki, ətrafı şəffaf görə bilmir, hadisələri şəffaf görə bilmir. Ona görə də insan həftədə heç olmasa ayda bir dəfə tövbə eləyərək qəlbinin o tozunu silməlidir ki, hər tərəfi hadisələri şəffaf görə bilsin. O qədər bu mühüm mövzudur ki, Peyğəmbər də bu mövzuda buyurub ki, dua eləyəndə Allahdan istəyir ki, ilahi mənə hər şeyi şəffaf göstər, hər şeyi şəffaf görüm. İnsanı dünyanın həqiqəti yox, xəyalı aldadır. İnsan dünyaya xəyalı çərçivədən baxanda, insanı dünyanın xəyalı aldadır. O deyirlər ki, insanı dünya aldadır. Əgər insan düzgün baxış tərzi ilə dünyaya baxsa, onu dünya aldatmaz. Sadəcə xəyalı çərçivədə özünü qaldırır, bir yerdə görür. Sonradan dünyanın həqiqəti ilə ki, üzləşir, yuxarıdan elə yerə düşür ki, özü də məyus olur, məyusluq keçirir. Ona görə də insan gərək dünyaya şəffaf şəkildə baxmağa çalışsın, dünyanı şəffaf görsün. Baxırsan ki, insan abid də olsa, alim də olsa, dünyaya baxış tərzi düzgün olmasa, dünya onu aldadır. Məsələn, sizə bir nümunəni verim. Nəhravan müharibəsindən sonra xaricilərlə ki, xəvariclə ki, Həzrət Əli arasında oldu. İbn Mülcəm gəldi Nəhravanların yaşadığı məhəlləyə, gördü ki, orada Nəhravanda öldürülənlərin uşaqları yetim qalıblar. Və buradan emosional yanaşdı və Həzrət Əliyə burada qəlbində kin yarandı. Amma baxırsınız ki, əgər Həzrət Əli onları ortadan qaldırmasaydı, onlar daha çox ailənin, uşaqların yetim qalmağına səbəb olacaqlar. Çünki onlar sadəcə qan tökmək gözü ilə dinə baxırdılar. Hətta hamilə qadını, Əleyhisselamı sevdiyinə görə o ailəni qətlə yetirdilər. Hamilə qadının qarnındakı uşağı yırtıb çıxarırlar. Yəni özləri bu cür qəddarlıq edirdilər. Bəli. Bunu unutmaq olar. Bəli. Bunu unutmayıb. Sadəcə İbn Mülcəm bunu unutmuşdu. İbn Mülcəm dar çərçivədən baxırdı və bu da nəticədə nə ilə nəticələndi? Gəldi öz dövrünün imamının qatili elədi onu. Hətta orada digər faktorlar da var idi. Məsələn, qadın faktoru. İndi əlbəttə mövzumuz olmadığı üçün üstündən keçirik. Elvi müəllim, Allah bizi necə bu dünyaya baxmağımızı istəyir. Əlbəttə dini mətnlərlə bizə necə öyrədir, necə olmağımızı istəyir. Bax bu önəmlidir də, doğrumu? Bəli. Allah Quran-ı Kərimdə Ənkəbut surəsinin 64-cü ayəsində buyurur ki: "Və mə hâzihil hayatud dunya illə ləhvun və la'ib." Deyir ki, bu dünya əyləncə və oyundan başqa bir şey deyil. Allah istəyir ki, biz dünyanın çətinliklərinə belə baxaq. Əgər belə baxsaq, çətinliklər də bizə rahat gələr və rahat yaşayarıq. Baxırsınız ki, necə uşaqlar olur, biri oyun oynayırlar, biri şah olur, biri vəzir olur, biri müəllim olur, biri həkim olur. Kənardan onlara baxanda gülməli görsənirlər. Amma onlar özlərini oyuna elə qapdırırlar ki, elə şəkildə qapdırırlar ki, həyatın bir hissəsidir sanki. Bəzən elə olur ki, hətta bunun üçün dalaşırlar, ağlayırlar, halları dəyişir. Baxırsan ki, böyüklər yaxınlaşır onlara, deyir ki, ay bala özünə gəl, niyə özündən çıxmırsan? Bu oyun deyə sadəcə.
Sadəcə bir oyundur bu. Bəzən biz insanlar da dünyada elə olurlar. Dünyaya özlərini elə qapdırırlar ki, dünyanın çətinlikləri sonradan başlayır onları sıxmağa. Allah da Quranda bir yerdə deyir ki, bu oyun oyuncaqdır. Oyun oyuncaqdır, bəli. Gərək bizlər də nə vaxt ki gördük dünya bizim halımızı dəyişir, çətinliklər bizi sıxır, onda özümüzə deyək ki, özünə gəl, bu dünya oyun oyuncaqdan başqa bir şey deyil. Niyə görə özündən çıxmısan? Gərək biz də dünyaya bu cür yanaşaq. Amma baxırsan ki, bəziləri özləri böyüməyiblər, sadəcə oyuncaqları böyüyüb. Necə uşaqlar oyuncaq maşın üstündə, oyuncaq şeylərin üstündə dalaşırlar. Bir müddətdən sonra, böyüyəndən sonra da böyük maşın üzərində dalaşırlar, böyük şeylə mal, dövlət üzərində dalaşırlar, öz halları dəyişir. Amma Allah isə deyir ki, bunlar hamısı oyuncaqdır, bunları özünüzü qapdırmayın. Baxırsan ki, bir yerə qonaq gedəndə uşaqlar başlayırlar oynamağa, oyuna elə qapdırırlar özlərini ki, təngi nəfəs olurlar, tər su içində olurlar. Valideyn yaxınlaşır ki, ay valla bəsdir da, gedirik, artıq vaxtı gedirik, getməliyik artıq. Təngi nəfəs şəkildə uşaq oyundan ayrılır, valideynlə gedir. Bəzən insan da dünyayı özünü elə qapdırır ki, Allah Əzraili göndərir ki, Əzrail yaxınlaşır, deyir ki, ay valla bəsdir da, bu qədər dünyanın oyuncağına başını qatdın, gedirik. Və hətta bəzən insan özünü bu dünya oyununa elə qapdırır ki, hətta gözünü belə qırpmağa vaxt tapmır. Bəziləri olub ki, bəlkə də görmüsünüz, gözü açıq gedirlər dünyadan. Vaxt tapmırlar ki, gözlərini qırpmağa. Allah isə deyir ki, istəyirsə dünyavız rahat olsun, istəyirsə çətinliklər sizə güc gəlməsin. Ona görə birinci növbədə dünyaya bu baxış prizmasından baxın ki, bu dünya sadəcə müvəqqəti bir oyundur. Və mənim bu oyunlara olan münasibətim mənim kimliyimi müəyyən edir. Bəs nə edək? Bəs nə edək dünyanın çətinlikləri qarşısında? Birinci növbədə başa düşməliyik ki, bu çətinliklər müvəqqətidir və bu çətinliklər bizim mənəviyyatımızı, ruhumuzu inkişaf etdirmək üçündür. Necə ki, idman zalında niyə idmançılar məşq eləyirlər? Süni ağırlıqları qaldırırlar. Çünki fiziki gücləri artsın, əzələləri inkişaf eləsin və ya məntiqi testlər olur, zəka testləri olur. Onlar niyə görədir? İnsanın zehnini inkişaf elətdirsin. Bu dünyadakı çətinliklər də bizim üçün ona görədir ki, bizim ruhumuzu, mənəviyyatımızı genişləndirsin, inkişaf elətdirsin. Biz bunlara bu cür yaxınlaşsaq və bunlar qarşısında düzgün baxış tərzi sərgiləsək, dünya bizim üçün rahat olar və baxarsınız ki, böyük şəxslər çox vaxt dünyanın gedişatı qarşısında aramlıq göstərirlər, aram olurlar o qədər çətinliyin içində. Və birinci növbədə insan nə etməlidir? Başa düşməlidir ki, bu çətinliklər çətinlik deyil. Məsələn, bir pasiyent psixoloqa yaxınlaşanda, psixoloq birinci növbədə pasiyentə nə edir? Birinci onu başa salmağa çalışır ki, çətinliyə çətinlik kimi baxmasın. İnsan əgər çətinliyə çətinlik kimi baxsa, onda onun çətinliyi 1-ə 1000 artır. Amma insanın birinci psixoloq fikrini dəyişdirsə, başa düşsə ki, bunlar hamısı müvəqqətidir, çətinliyə başqa bir baxış tərzi ilə baxsa, həmin çətinlik insana rahat gəlir. Və böyük insanlar da çox vaxt aramlıqla qarşılayırlar çətinlikləri. Qarşıdan məhərrəmlik ayı gəlir. İstəyirəm ki, məni elə bu mövzuda danışmağa, bu mövzuda mütaliə eləməyə, bu mövzuda düşünməyə sövq edən xanım Zeynəb Salamullahi əleyhanın Kərbaladan sonra Yezdin sarayında dediyi bu cümlə oldu. Mə rəaytu illə cəmilə. Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Nə böyük bir sözdür bu. Təsəvvür eləyə bilirsiniz, bir qadın olsun ki, qardaşlarını gözünün qarşısında şəhid eləsinlər. 7 qardaş. 7 qardaşını. Özü də ki, nə kimi qardaşlar? Biri Allahın yer üzərində höccəti. Digərləri fəzilətdə misilsiz, bərabəri olmayan, bu kimi qardaşları gözünün qarşısında şəhid eləsinlər. Qardaşı balalarını gözünün qarşısında şəhid eləsinlər. Özü də nə kimi şəxslər? Və ya öz övladlarını gözünün qarşısında tikə-tikə doğrasınlar və digər Kərbəla şəhidlərinin şəhid olmağını görsün. Və Şamın yolundakı müsibəti görsün, Şam müsibətini görsün. Az halda, susuz şəkildə bu müsibətləri görsün, amma axırda gəlib desin ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim.
İnanın ki, bəşər acizdir bunu şərh etməyə. Çünki bilirsiniz niyə acizdir? Çünki insan gərək xanım Zeynəbin baxışdığı prizmadan dünyaya baxa bilsin ki, bu cümləni başa düşsün. Hələ də bəşər acizdir bu cümləni təyin etməyə, şərh etməyə. Elə bir yerə gətirdi söhbəti, həqiqətən mümkün deyil də, yəni təsirlənməyəsən. Elə xanım Zeynəbə canımız qurban, o qəm qəhrəmanı, o Əli qızı xanım Zeynəbin elə adı gəldi. Elə onunla da bitirək proqramımızı və bağlayaq Məhərrəm ayına. Təşəkkür edirəm sizə. Çox sağ olun, çox sağ olun. Qarşıda Məhərrəm ayı gəlir və onunla da bağlı, bu ayla da bağlı söhbətlərimiz olacaq. Qonaqlarımız danışacaqlar bu barədə. Sizi uca olan Allaha əmanət edirik. Sağ olun.